çoxlu psixoloji təsirlər var. Həqiqətən də bilin ki, xəstə deyilsiniz. Xəstə olduğunuzu unutmağı bacarmalısınız. Baxın, az-az və tez-tez qidalamaq. Dik vəziyyətdə oturun, yemək yeyin. Diqqətinizi dağıtmadan yemək. Gecə yeməyindən də siz də qaçınmağa çalışın. Demək, bizim əməliyyatımızda məqsəd sizi o dərmanlardan xilas eləməkdir. Əgər düzgün əməliyyat olunduğunu bilməmək üçün dediyim kimi qatı qida yeyin, ilişib qaldığından biləcəksiniz, qapağınız yerindədir, narahat olmayın. Amma yenə də sağlamlığınızdan, yeməklərinizdən zövq alın. Bilin ki, yəni bir şey olsa bizə müraciət edin. Biz bu işi bacarırıq və davam edəcəyik. Sağlamışam, düzəlmişəm. Təbrik edirəm. İndi necədir vəziyyət? Əla. Allah Rövşən, Rövşən. 2 il əməliyyat olmuşuq. Allah canını sağ eləsin. O diskomfortluq götürüldü. Amma belə hər şey alıb, yaxşıdır. Dərman içmirsən ki? Yox, dərman. Demək hər şey düzəlir. Allah canını sağ eləsin. Keçib gedir, şükür Allah. Dərman qəbul edəmir. Yox, təşəkkür edirəm. 14 fevral 2026-cı il bugün Zəfəran Hospitalda son illərdə əməliyyat elədiyimiz axalaziya və reflü xəstələrinin nəticələrini dəyərləndirilməsi və onların həyat keyfiyyətini yaxşılaşdırmaq üçün son təlimatların verilməsi üçün biz burada toplaşmışıq və bugünkü tədbirimiz milli səhiyyəmizə olan xidmətimizi ifadə edir və bizim hospital, Zəfəran Hospital kollektivi olaraq demək ki, fəaliyyətinin daha keyfiyyətli səviyyə çatdırılmasına xidmət edir. Onu da demək istəyirəm ki, Zəfəran Hospital artıq bu ildən etibarən öz müayinə siyahısına demək, impedas pH-metriya müayinəsini də daxil edib ki, bu da qida borsunun funksional xəstəliklərini tam çeşitli şəkildə diferensial diaqnostika etməyə imkan verəcək, əməliyyat öncəsi xəstələrin müayinəsində daha dəqiq olmağa imkan verəcək. Bu artıq bizim 5-ci görüşümüzdür. Hər ildə bir də keçirik. Yalnız keçən il keçirmədik bəlli səbəblər ucbatından, amma hər il keçiririk. Yəni, bugünkü toplantımızda iştirak edənlər keçən il əməliyyat olunan xəstələr idi ən çox. Yaxşı ki, bu əməliyyatı olmuşuq deyirəm. Və Aslan həkim, çox sizə təşəkkür edirəm. Başda siz olmağa sizin kollektivlərə. Çox sağ olun, mən yenidən həyata qaytardınız. Mən neçə illərdir udmağı unutmuşam. Udmaq necə olur, mən onu bilmirdim. Təşəkkür edirəm sizə. İnşallah belə də həyata davam edərik, daha sağlam olarıq. Bu xəstələrə şəfa deyil. Qida borusuna darlıq. Yemək yeyəndə, su içəndə, su ilə birgə içirdim, yeyirdim. Keçmirdim ədəmdən. Əməliyyatdan hardası bir ay olmayıb, amma ağrılarım demək olar ki, yoxdur. Sağlamışam, düzəlmişəm. Təbrik edirəm.